Ya Allah, Bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. İlk növbədə müəllimlərin sertifikasiya imtahanının test mərhələsində uğur əldə edən hər bir müəllimi təbrik edirəm. Təbii ki, əziyyət çəkmisiniz. Mən hər zaman deyirəm, əziyyət və məsuliyyətin olduğu yerdə uğur qaçınılmazdır. Bu uğur sizin əziyyətinizin bəhrəsidir. Hər birinizi təbrik edirəm və müsahibə mərhələsində də uğur arzu edirəm. Allahın köməkliyi ilə bu mərhələni də uğurla, yüksək nəticə ilə başa vurmuş olarsınız. Biz inşallah iyul ayının birindən müsahibə dərslərinə başlayırıq. Qeyd edeyim ki, yazaq bura. 1 iyul. Aha. Hə. İyul ayının birindən müsahibə dərslərinə start veririk. Qeydiyyat üçün zəhmət olmasa ekrandakı nömrəyə 051 753 14 84 nömrəsinə WhatsApp üzərindən yazıb əlaqə saxlaya bilərsiniz. Qeyd edim ki, zəng edəndə nömrə qeydiyyat nömrəsidir deyə zəng çağırmır. O baxımdan siz yalnız WhatsApp üzərindən yazın zəhmət olmasa və bütün məlumatlar sizə ətraflı şəkildə göndəriləcək. Təkrar qeyd edim ki, 1 iyul biz inşallah dərslərimizə start veririk. 051 753 14 84 nömrəsinə məlumat üçün yaza bilərsiniz. Ödənişlə bağlı qeyd edim ki, elə bir ödəniş təyin etmişik ki, bu ödəniş eşitdikdə həqiqətən də ə, mən düşünürəm müəllimlər təəccüblənəcək yaxşı mənada. Eyni zamanda o ödənişi biz öz dərslərimiz üçün təşkil edirik. Amma icmal nümunələrinə heç bir ödəniş almayacağıq. Bu isə bizim sizə hədiyyəmiz olacaq. Yəni hər bir ixtisas müəlliminə inşallah icmal nümunələri təqdim edəcəyik. Amma bu icmal nümunələri tam ödənişsiz şəkildə sizlərə veriləcək. Ondan əlavə müsahibə mərhələsinin meyarları ki var, hər bir meyara uyğun biz proses təşkil edəcəyik inşallah. Hər bir meyara uyğun. Ətraflı şəkildə, detallı şəkildə və ən önəmli olan özünü təqdim etmədir ki, onunla da bağlı xüsusi olaraq mən sizlərə bir dərs təşkil edəcəm. Belə, müsahibə dərslərimizə qoşulmaq üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz və niyə 1 iyul başlamışıq? Buna da bir aydınlıq gətirim. Çünki müsahibə mərhələsi bilirik. Yəni çoxsu deyir ki, ay müəllim, sentyabrda ola bilər. Müəllim bəlkə gözləyək, amma işimizi ehtiyatlı görsək daha yaxşı olar da. Yəni niyə görə? Məsələn deyirəm, təbii ki, hələ vaxt çıxmayıb. Amma tutaq ki, oldu avqust ayının əvvəli. Hə, o zaman artıq necə deyərlər, əl-ayağa düşməkdənsə, tez hazırlaşım, tez nəticə əldə edeyim. Ondan sonra 1 iyul başlayırıq, rahat şəkildə proqramı bitiririk və artıq imtahanı gözləyirik. Və yenə də biz passiv qalmayacağıq onsuz da. İmtahana kimi passiv qalmayacağıq, fasilə olmayacaq. Aydınmı? Belə, yaxşı. İndi isə keçək izaha, çox uzatmayaq, reklamlarımız bitdi. Qələmi götürdük. Müsahibədə sizə müxtəlif suallar verilə bilər. Müsahibə mərhələsi ümumiyyətlə müəllimlərin ümumi sinifi idarə etmə bacarıqlarını, qiymətləndirmə, planlaşdırma bacarıqlarını, bir neçə bacarığı özündə cəmləşdirir və orada sizə müxtəlif suallar verə bilərlər. Siniflə, proseslə bağlı, idarə etməklə bağlı. Siz bu suallara, bu situasiyalara necə cavab verə bilərsiniz? Hər birisinə aydın şəkildə dərslərimizdə izah veriləcək. Gəlin indi isə bir neçə sualın izahına burada baxaq. Sual belədir. Sinif qaydalarını pozan şagirdə dərs zamanı lövhə qarşısında səhvini başa salmaq olarmı? Biz cavab veririk. Xeyr, olmaz. Bu artıq ictimai qınaq sayılır ki, baxın, ictimai qınaq sayılır ki, bu da dərs prosesində yol verilməz sayılır. Yəni, bir şagird əgər dərsdə pozuntu halına yol veribsə, o zaman həmin şagirdlə dərsdən sonra, tənəffüs zamanı söhbət etmək və fərdi şəkildə bunu etmək daha məqsədə uyğundur. Yəni, lövhə qarşısına çağırıb, proses zamanı hər kəsin gözü önündə onu tənbih etmək həm prosesin pozulmasıdır, həm də ictimai qınaqdır. Yəni, o şagirdi biz digərlərinin gözü önündə alçaltmış oluruq ki, bu da öz-özlüyündə sağlam mühitin də, demokratik üslubun da prinsiplərinin pozulması deməkdir. Aydındırmı? Ən yaxşısı, belə deyim, gözəl metod odur ki, bu prosesi dərsdən sonra şagirdlə aydınlaşdırmaq. Fərdi şəkildə. İndi isə keçsək növbəti sualımıza.
Bir akademik saat üçün maksimum neçə məqsəd götürmək olar? Söhbət 1:45 dəqiqədən gedir. 1:45 dəqiqədən gedir. Aha. 1:45 dəqiqə üçün maksimum nə qədər, neçə məqsəd götürmək olar? Biz cavab veririk ki, bir dərs üçün maksimum 2-3 təlim nəticəsi müəyyənləşdirilə bilər. Yəni, maksimum 3 məqsəd götürə bilərik, amma 3-dən çox məqsəd artıq yol verilməzdir. Hə, müəllim, məqsəd nədir? Yəni, biz təlim nəticəsi deyəndə nə başa düşməliyik? Nə deməkdir təlim nəticəsi? Təlim nəticəsi təhsil alanların prosesin sonunda əldə edəcəyi bilik və bacarıqların təsviri deməkdir. Yəni, şagirdlərim bu 45 dəqiqənin sonunda hansı bilik və bacarıqlara sahib olacaqsa, o bizim təlim nəticəmizdə öz əksini tapır. Buna biz dərsin məqsədi də deyirik çox vaxt. Planlaşdırmada da belə qeyd olunur. Və dərsin məqsədi 3-dən çox olmaz. Maksimum 3 olmalıdır. Hətta mən çox vaxt deyirəm 2 normaldır. 3-ün özü belə çoxdur. Amma meyar baxımından, baryer baxımından 3 son həddir. Yəni 3-dən çox deyirsiz olmaz. Niyə görə çox olmaz? Gəlin buna da bir aydınlıq gətirək. Baxın, biz dedik ki, təlim nəticəsi bilik və bacarıqların təsviridir. Və burada bilik və bacarıqlar vardırsa, biz deməli, şagirdlərə onu daha yaxşı mənimsətməyə çalışmalıyıq. Burada bizim məqsədimiz çox məqsəd qoyub şagirdə daha çox bilik və bacarıqlar yükləmək deyil. Məqsədimizi səmərəli təyin edək və effektiv nəticədə əldə edək. Yəni, tutaq ki, siz bir dərs üçün 4 məqsəd təyin etsəz, 4 məqsəd təyin etsəz, hər məqsədin özünün ayrı bilik və bacarıqları olacaq. Birinci məqsədində, 2-nin də, 3-ün də, 4-ün də hərəsinin şagirddə formalaşdıracağı ayrı-ayrı bilik və bacarıqlar olacaq. Yaxşı, siz 4 formada bilik və bacarıqları hamısı da ayrı-ayrı şagirdə bir dərsdə necə aşılaya bilərsiniz? Bu bilirsiniz hansı anlama gəlir? Elə bilin ki, bir şagirdin qarşısına 1:45 dəqiqə ərzində 4 boşqab yemək qoyursunuz. Hər hansı bir yemək növü, xörək növü. Al bunu ye deyirsiniz. 4 boşqabı otur ye 45 dəqiqə. Olarmı bu? Uyğun gəlir? Xeyr. O uşaq o 45 dəqiqə ərzində 4 boşqab yeməyi necə yesin? Axı bu uyğun deyil. O baxımdan biz onu həzm elətdirmək üçün effektiv yol seçməliyik. Mən ona görə deyirəm, 2 məqsəd belə kifayətdir. Amma maksimumu 3-dür. 3-dən çox olmaz. Belə. Çünki bizim məqsədimiz şagirdi yormamaqdır. Həmçində orada təkcə təhsil alan yox, təhsil verən də yorulmuş olur. Gəldik, sağlam psixoloji mühit necə olmalıdır sualına. Önəmli sualdır, hətta deyərdim ki, aktualdır, çox verilir bu sual. Hə, müəllim, özünü təqdim eləyir müəllim, bir-iki sual verirlər, sonra soruşurlar. Sizcə, sağlam psixoloji mühit necə olmalıdır? Cavabımız belədir. Sağlam mühit həssas yanaşma istəyir. Demokratik üslubda ünsiyyət istəyir. Humanizm istəyir, empatiya istəyir. Nədir bunlar, deyərsiniz? Baxın, ünsiyyətin özünün 2 üslubu var. Avtoritar üslub var, demokratik üslub var. Demokratik üslub şagirdlə xahiş dilində danışmaqdır. Yəni, əmr metodundan istifadə etməməkdir və demokratik üslubda şagirdlə müəllimin prinsipləri subyekt-subyekt prinsipidir. Yəni, həm təhsil alanlar subyektdir, həm təhsil verənlər subyektdir. Avtoritar üslubda isə tam əksinə. Əmr metodu var, müəllim subyektdir, təhsil alan isə obyektdir, kənar bir məfhum. Və bizə avtoritar üslub lazım deyil. Biz bugün təlim metodu olaraq, ümumiyyətlə yanaşma olaraq demokratik üslubdan istifadə edirik. Demokratik üslub subyekt-subyekt prinsiplərini özündə cəmləşdirir. Yəni, şagird mərkəzdədir, təhsil alan mərkəzdədir və onun maraq və tələbatları nəzərə alınır. Belə bir mühitdə təbii ki, sağlam proses olacaq. Humanizm, şagirdlə sadə dildə danışmaq. Şagirdi müstəqil öyrənməyə, müstəqil düşünməyə sövq eləmək, empatiya, özünü şagirdlərinin yerinə qoymaq, onları anlamaq, onların hisslərini, əhval-ruhiyyələrini başa düşməkdir. Empatiya nədir? Qarşı tərəfi anlamaq, onun hisslərini anlamaqdır. Əgər bir mühitdə bunlar vardırsa, sadə dildə ünsiyyət, şagirdlərə həssas yanaşma,
empatiya, onların əhval-ruhiyyəsini, hisslərini anlamaq vardırsa, eyni zamanda bu təhsil alanlar arasında da baş verməlidir ha. Demirəm təkcə təhsil verən, təhsil alan münasibətlərində. Təhsil alanların da arasındakı münasibətdə bunlar olmalıdır. Humanizm, empatiya, həssas yanaşma, demokratik üslubda ünsiyyət belə bir sinifdə, belə bir mühitdə təbii ki, sağlam psixoloji mühitdə olacaq. Yaxşı, bu sözlər açar sözlərdir, yadınızda saxlayarsınız. Keçək növbəti sualımıza. Qələmimizi götürdük. Yanlış davranışa necə reaksiya verərdin? Verbal reaksiya yoxsa qeyri-verbal? Baxın, biz verbal reaksiya deyəndə artıq birbaşa bu formada reaksiyanı nəzərdə tuturuq. Tutaq ki, şagirdin biri hər hansı bir pozuntu edir dərsdə. Tutaq ki, söhbət edir yoldaşı ilə və prosesi pozur. Mən çağıram, filan kəs, bəhmən kəs, sakit dayan görüm, dərsi niyə pozursan bala? Nə olub sənə? Səhərini yaxşı yeyibsən deyəsən və s. və ilə axır başlayıram danışmağa. Hə, nə oldu? Mən bu verbal reaksiyanı verməklə artıq dərs prosesini pozmuş oldum. Verbal reaksiya səsli şəkildə olur, baş tutur və belə bir reaksiyada müəllim şagirdi çağırır deyə avtomatik olaraq bu bir refleksdir. Digər şagirdlər də həmin şagirdə yönəlir, ona baxır və beləcə mənim 45 dəqiqəlik prosesim pozulmuş olur. Hər kəsin fikri artıq dərsi pozan o şagirddə olur. Çünki mən də onu çağırmışam. Hələ bir yumor da qatıram araya. Təbii ki, uyğun olmayan bir yumor qatıram. Deyirəm ki, sən səhərini yaxşı yeyibsən, ha deyəsən, dilotu yeyibsən falan filan. Hə, nə oldu? Prosesini pozmuş oldum. O baxımdan verbal reaksiya yox, qeyri-verbal reaksiya verməliyik. Yəni, sözsüz reaksiya verməliyik. Burada artıq filan kəs, bəhmən kəs, bura gəl görüm, belə bir çağırış olmur. Təbii ki, müəllim belə müraciət eləmir. Mən özüm bu şəkildə deyirəm, yadda qalsın deyə. Hə, əziz müəllimlər, qeyri-verbal reaksiyada siz şagirdi öz jest və mimikalarınızla başa salmağa çalışırsınız. Məsələn, iki şagird söhbət edir. Bayaqki elə situasiyanı deyək. Aralarında danışırlar. Siz gedib onların yanında dayanmaqla artıq onlara o qeyri-verbal reaksiyanı vermiş olursunuz. Onlar bunu onsuz da başa düşür. Baxın, bu artıq qeyri-verbal reaksiyadır. Yəni birdən deyərsiniz, mənim qeyri-verbal necə olur? İki şagirdin söhbət edir dərs zamanı, gedirsiniz onların yanında dayanırsınız. Proses gedə-gedə. Demirəm yenə çağıraq nəsə deyək. Amma onların yanında dayanmağınız belə artıq onlara qeyri-verbal reaksiya, işarədir ki, sakit dayansınlar. Çünki siz düz yanlarındasınız, sizin yanınızda danışmayacaqlar ki. Və beləcə onlar sakitləşmiş olacaqlar. Aydındır mı? Bu və ya digər qeyri-verbal reaksiyalardan da istifadə edə bilərsiniz. İndi özünüzə xas hər hansı bir jest, mimika ilə olan reaksiyalarınız varsa, onu da edə bilərsiniz, prosesə uyğun gəlirsə. Belə. Sonra görək. Başqa, hə. Elə bu qədərdir suallarımız, müəllimlər. Bir neçə sualın burada izahına baxdıq. Bu suallara biz proses zamanı, müsahibə zamanı necə cavab verməliyik? Hər birisinə uyğun cavablar dedik. Qeyri-verbal, baxın, yanlış davranışa necə reaksiya verirəm? Qeyri-verbal, yəni sözsüz. Çağırmırıq, filan kəs, bəhmən kəs demirik. Sağlam psixoloji mühit necə olmalıdır? Sadə dildə ünsiyyət olmalıdır. Subyekt-subyekt prinsipi olmalıdır, şagird mərkəzdə olmalıdır, şagirdlərin əhval-ruhiyyəsini anlamalıyıq, onların yerinə özümüzü qoymalıyıq. Bir akademik saat üçün maksimum neçə məqsəd olar? Maksimum 3 məqsəd kifayətdir. Məqsəd nədir? Prosesin sonunda şagirdlərin əldə edəcəyi bilik və bacarıqların təsviridir. Sinif qaydalarını pozan şagirdə dərs zamanı lövhə qarşısında səhvini başa salmaq olarmı? Deyirik, xeyr, olmaz. Bu ictimai qınaq sayılır və həm dərs prosesi pozulmuş olur, həm də o şagirdi digərlərinin gözündə alçaltmış oluruq. Bunu biz prosesdən sonra edə bilərik. Və beləcə yekunlaşdırdıq müəllimlər. İnşallah müsahibə dərslərində görüşmək ümidi ilə və sizlərdən xahişim odur ki, videonu bəyənək, zəhmət olmasa maksimum şəkildə paylaşaq və dəyərli rəylərimizi yazmağı unutmayaq. Özünüzdən müğayət olun müəllimlər. Sağ olun.